Selamun Aleyküm ve Rahmetullahi ve Berekatuhu. Rabbimiz Allah. Yeryüzünde heç nə yox idi. Uca Allah varlığı yaratmaq istədi. Allah 7 qat səmanı, nurdan mələkləri, oddan cinləri yarattı. O cənnəti yarattı. Yeri yarattı. Onun üstündə məhkəm dayanan dağları, təpələri yarattı. Fərqli bitkiləri yarattı. Müxtəlif növ heyvanlar, göydə uçan və yerdə gəzən quşları yarattı. Sonra isə onlara can verən duz və şirin sulu göyləri, çayları, dənizləri, okeanları yarattı. Hələ işıq yox idi. Hər tərəf zülmət, qaranlıq idi. Allah səmada günəşi və ayı yaratdı. Günəş parlayıb gündüzləri işıqlandırırdı. Gecə düşəndə isə ay öz işığını hər tərəfə yayırdı. Allah gökyüzünü ulduzlarla bəzədi. Günəş gözdən itib gecə olanda ulduzlar göründülər. Beləliklə Allah kainatı yarattı. Allah bütün bunları 6 günə yarattı. Sonra isə ərşin üzərinə ucaldı. Allah'ın arşın üzerine ucalmasına Kur'an'dan delil. Er-Rahmanu alel arşi isteva. Rahman arşın üzerine istiva etti. Yani ucaldı ve yükseldi. Taha suresi 5. Allah bir yazı yazdı. Hakikaten benim rahmetim qəzəbimi qabaqladı. Bu da onun dərgahında arşın üzerinde olan lövh-i məhfuzda yazılmıştır. Al-Buxari.